Bəli, Ukraynadakı sülh prosesinin yeni mərhələsi Berlində Almaniya kansleri Friedrich Merz və NATO'nun baş katibi Mark Rutte ilə birgə mətbuat konferansının əsas müzakirə mövzusu oldu. Friedrich Merz təsdiqlədi ki, Avropa liderləri Birləşmiş Ştatlar prezidenti Donald Trump'a Ukraynanın ərazi güzəştləri ilə bağlı təklif göndəriblər. Məqsəd sülh razılaşması əldə etməkdir. Onun sözlərinə görə bu addım Trump, Merz, Fransa prezidenti Emmanuel Macron və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında keçirilən telefon danışığından sonra atılıb. Merz bildirdi ki, əsasən bu Ukraynanın hansı əraziləri güzəştə getməsinə hazır olması ilə bağlıdır. Kansler vurğuladı ki, son qərarı yalnız Ukrayna prezidenti və xalqı verə bilər və ondan Merzdən belə bir stat Ukrayna prezidentini 4 il ərzində baş verən əzab və itkilərdən sonra xalqının qəbul etməyəcəyi sülhə məcbur etmək səhv olardı deyə Merz bildirdi və o həmçinin Trump'la olan danışığı konstruktiv adlandırdı və əlavə etdi ki, Avropa heç kimin və heç bir qüvvənin özünü parçalamasına imkan verməyəcək. Qeyd edeyim ki, Birləşmiş Ştatlar nümayəndələri ilə növbəti danışıqlar bu həftə sonu planlaşdırılıb. Beynəlxalq görüş isə gələn həftənin əvvəlində başlaya bilər və yer gəlmişkən ekspertlərə görə daha əvvəl Donald Trump Ukraynaya və əsas Avropa müttəfiqlərinə Almaniya, Fransa və Böyük Britaniyaya qarşı səbirsizliyini ifadə etmişdi. Prezident telefon danışığını çox sərt sözlərlə Ukrayna müzakirəsi kimi xarakterizə etdi. Lakin nəyi nəzərdə tutduğunu açıqlamadı. NATO'nun baş katibi Mark Rutte isə vurğuladı ki, Avropa Rusiyada gələn və artan təhdidlərlə üzləşir və müdafiəsini gücləndirməlidir. Həmçinin Ukraynaya dəstəyin vacibliyini də qeyd elədi. Eyni zamanda dedi ki, mümkün sülh razılaşmasının vaxtı hələ müəyyən deyil. Qeyd edeyim ki, ümumilikdə mətbuat konferansı göstərdi ki, Avropa sülh danışıqlarında fəal iştirak etməyə çalışdığını deməli göstərir. Ukraynanın ərazi güzəştləri ilə bağlı müzakirələr isə beynəlxalq səviyyəyə çıxarılıb. Lakin son qərar təbii ki, Kiyevin özündən asılıdır. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür